Salam. Bu videoda sizinle MHM Test Bankından ədəbi növlər və janrlar bölməsinin izahına baxacağıq. Gəlin vaxt itirmədən suallara keçək. Birinci sualda deyir ki, epik növlə bağlı doğru fikri müəyyən edin. Epos sözündəndir, təhkki tərənnüm anlayışlarını ifadə edir. Tərənnüm anlayışı lirik növlə bağlıdır. Ona görə də A yanlışdır. Epik əsərlər nəzmlə yazılanda hadisənin başlanğıc və son nöqtəsi aydın seçilə bilmir, əksinə aydın seçilə bilir. Epik növün janrlarının hamısı həm nəzm, həm də nəsr ilə yazılır. Bu da yanlışdır. Məsələn, povest nəzmlə yazıla bilmir. Epik əsərlərdə hadisə müxtəlif şəxslərin dilindən danışıla bilir. Bəli, doğrudur. Bəzən müəllifin dilindən də danışıla bilər və yaxud da hadisənin iştirakçısının dilindən də danışıla bilər. Yəni bu doğru fikirdir. Təhkki aparıcı olduğu üçün bu ədəbi növdə təsvirə yer verilmir. Xeyr, yanlışdır. Çünki epik növdə təsvir və təhkkiyə yer verilir. Keçək ikinci suala. Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Rübai və tuyuğun oxşar və fərqli cəhətlərini istəyir. Bu janrda yazılan şeirdə natamam qafiyədən istifadə edilə bilər. Ümumiyyətlə, qafiyənin yəni növləri hər iki janrda istifadə oluna bilər. Ona görə bunun təkcə rübaiyə aid edilməsi yanlışdır. Şeir vahidi və şeir şəkli qoşma, yararlı janrları ilə eynilik təşkil edir. Bu, hər ikisi üçün ortaq cəhətdir. Yəni, rübai üçün də, tuyuq üçün də. Ona görə də təkcə rübaiyə aid edilməsi yanlışdır. Müxtəlif vəzinlərdə yazıla bilir. Səhvdir. Çünki rübai həzəcdə, tuyuqdakı rəməldə yazılır. Sonra, dördüncü şeir şəklində əruz vəznində yazılır. Doğrudur. Əruzun həzəc bəhrində yazılır. Xeyr, az öncə qeyd etdiyim kimi rübai həzəcdə yazılır. Lakonikliyi ilə seçilən bu janrın bayatı janrı ilə oxşarlıqları mövcuddur. Bu da ki, hər ikisinə aiddir. Ona görə də doğru cavabımız olacaq B variantı. Keçək üçüncü suala. Aşağıdakı beyti əsasən doğru fikirləri müəyyən edin. Qeydənin istənilən bir beyti kimi qafiyələnib. Demək, qeydənin qafiyə quruluşu A-B formasındadır. Yəni, qeydənin qafiyə quruluşunda heç birində həm qafiyəli müşahidə olunmur. Yəni, A, B, B belə bir şey müşahidə olunmur. Qeydənin istənilən bir beyti kimi qafiyələnib. Bəli, doğru fikirdir. Daha sonra qəzəlin ilk və ya son beyti olmadığı dəqiqdir. Bu da doğrudur. Niyə? Çünki qəzəlin ilk beyti A, son beytində də müəllifin təxəllüsünə rast gəlinir. Adına və ya təxəllüsünə. Burada da ikisi də olmadığından demək ki, doğrudur. Qeydənin neçənci beyti olduğunu dəqiq demək olmaz. Bəli, doğrudur. Məsnəvinin hər hansısa bir beytinə aid edilə bilməz. Bəli, doğrudur. Çünki məsnəvidə həm qafiyəli olur. A, B, B bu şəkildə. Təxmisin tərkibində işlənsə, son bənddə işlənə bilməz. Bu da doğrudur. Niyə? Çünki sonda təxəllüslərdən və ya adlardan biri işlənir. Ona görə də bunların hər biri doğru oldu. Cavab olaraq da götürürük C variantına. Dördüncü suala baxaq. Mötərizə daxilində verilmiş ifadə hansı məqsədlə işlənmişdir? Qacar. Təlxək, yenə hürürsən, təlxək əyanları göstərərək şah sağ olsun. Bu sürüyə bəs bir köpək deyil gərək. Demək, bu nə üçündür? Remarka nümunəsidir. Aktyorlar və rejissorlar üçün göstərişdir. Bir də səhnədəki vəziyyətin göstərilməsi üçündür. Yəni, bu əzbərə əsaslanan suallardandır daha çox. 5. Bu növdə yazılan bütün əsərlərə dram əsərləri demək olar. Doğrudur. Təhkiyə üstünlük təşkil etməsə də müəyyən qədər yer verilir. Xeyr, yer verilmir. Remarka süjet xəttinə, hadisələrin açılmasına istiqamət verir. Xeyr, bu da yanlışdır. Personajın xarakteri, dialoq və monoloq sayəsində üzə çıxır. Bu da ki, doğru fikirdir. Janrlardan birinin əsası 1896-cı ildə qoyulub. Bəli, faciə janrının əsası Müsibət Fəxrəddin əsəri ilə qoyulub 1896-cı ildə. Buna görə də cavabımız oldu 1, 4, 5 E variantı. 6. Təmsil haqqında verilən fikirlərdən biri yanlışdır. Təmsilin əsas xüsusiyyətlərindən biri də tənqidi, satirik məzmunda olmasıdır. Doğrudur. Allegoriya təmsilin əsasını təşkil edir. Doğrudur. Təmsildə süjet xəttinə yer verilmir. Bu isə yanlışdır. Süjet xətti var. Təmsil həm nəzmlə, həm də nəsrlə yazıla bilir. Doğrudur. Təmsil əxlaqi, tərbiyəvi və nəsihətamiz səciyyə daşıyır. Bu da 7-ci sualda müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Poema və roman janrının
müqayisəsi var. Hadisələrin təsvirində göstərmə üsulu əsaslı heç bir üçün doğru fikir deyil, çünki bu dramatik növə aiddir. Nəsrlə yazıla bilməz, doğrudur. Həm nəzm, həm də nəsrlə yazıla bilər. Bəli, özdə nəzmlə yazılanlara mənzum roman deyilir. Qarışıq janrda deyilir, yanlışdır. Təhkiyə yer verilir. Hər ikisində bəli, doğru fikirdir. Tərənnüm üstünlüyü təşkil edə bilir. Bu da yanlışdır, çünki bu daha çox lirik növ üçün xarakterik bir xüsusiyyətdir. Doğru cavabımız da oldu 2, 3, 5 B variantı. Daha sonra keçək 8-ci suala. Toyuq janrı haqqında yanlış fikri müəyyən edin. Dördlü şeir şəklində yazılır, doğrudur. Lakonikliyi ilə seçilən janrdır, doğrudur. Şeir vahidi və şeir şəkli baxımından bayatı ilə eynilik təşkil edir, doğrudur. Hər ikisi bənd, şeir vahidi olaraq bənddir, şəkil baxımından da dördlüdür. Xoşa gələn avaz gözəl səs mənalarını ifadə edən bəhirdə yazıla bilməz, doğrudur. Rübai ilə eyni vəzin və eyni bəhirdə yazılır, yanlışdır. Az öncəki testdə qeyd etdim ki, rübai Həzəc bəhrində, tuyuq isə Rəməl bəhrində yazılır. Hansı janrla bağlı xüsusiyyət verilməyib? Sonda mənəvi qələbə mövcuddur. Bu aiddir. Faciə janrında məsələn var, düzdür. Qəhrəmanın özünün ölümü ilə başa çatsa da, amma obrazın bir növ mənəvi qələbəsi özünü göstərə bilir. Daha sonra iki janrı birləşdirir, göstərmə əsasdır. Bu da aiddir nəyə? Tragikomediyaya. Şeir şəkli kimdə çıxış edə bilir? Məsnəviyə aiddir. Yalnız nəsrlə yazılır, bu da povestə aiddir. Hekayə janrına aid heç bir xüsusiyyət göstərilməmişdir. Fikirlərdən hansılar səhvdir? Komediya həm yumorlu, həm də satirik məzmun daşıyır. Demək, bu doğru fikirdir, bizdən yanlışları istəyir. Romana böyük hekayə də deyilir, bu səhvdir. Povestdə deyilir. Daha sonra povestdə müxtəlif süjet xətlərinə yer verilə bilər. Bəli, doğrudur. Remarka həm nəsrlə, həm də nəzrlə yazılır, səhvdir. Lirik qəhrəman şairin özü də hesab edilə bilər. Bu da doğrudur. Hər zaman lirik qəhrəman şairin özü deyil, amma lirik qəhrəman şairin özü də ola bilər. Yəni belə bir halda baş verə bilir. 2, 4 isə burada yanlış fikirlər idi. 11. Yazılı ədəbiyyata aid olan və həm nəzm, həm də nəsrlə yazıla bilən janrları müəyyən edin. Hekayə yazılı ədəbiyyata aiddir, həm nəzm, həm də nəsrlə yazıla bilər. Dram da doğru fikirdir, götürə bilərik. Tapmaca ilə məsələ götürə bilmərik, çünki şifahi xalq ədəbiyyatına aiddir. Povest nəzmlə yazıla bilməz, götürmürük. Bir də faciə. 1, 2, 5 A variantı. 12-ci sual. Fikirlərdən biri səhvdir. Bütün hekayələrdə təhkildən istifadə edilib. Doğru fikirdir. Beşlik həm əruz, həm də heca vəznində istifadə oluna bilən şeir şəklidir. Tamamilə doğrudur. Qitənin heç bir beytində misra sonunda qafiyələnməyə rast gəlmək olmaz. Doğrudur. Müsəddəsin qafiyə quruluşu A, B, 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 A şəklindədir. Doğrudur. Məsnəvinin şeir şəkli kimi çıxış etdiyi əsərlər məsnəvi janrındadır. Bu yanlışdır. Çünki hər hansısa bir poemada ola bilər ki, deyək ki, A, B, B şəklində, yəni qafiyələnsin. Məsnəvi şeir şəkli kimi qafiyələnsin. Amma mütləq deyil ki, janr olaraq da biz ona məsnəvi deyək. Daha sonra, məsnəvi haqqında yanlış fikri müəyyən edin. Qafiyə quruluşu digər ikilik şəklində olan janrlardan fərqlənir. Bəli, doğrudur. İstənilən məsnəvidə 12, 13, 28, 29-cu misralar həm qafiyədir. Baxın, bu yanlışdır. Niyə? Çünki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 bir-biri ilə həm qafiyə olur. Yəni 11 ilə 12. Artıq 13 ilə 14 həm qafiyə olacaq. Eyni zamanda 28 də bu formada. 27, 28 həm qafiyə olacaq. 29 ilə də 30 həm qafiyə olacaq. Ona görə də B yanlış fikirdir. Şeir şəkli qəzəl, qəsidə qitə ilə eynidir, doğrudur. Yəni ikili şeir şəklindədir. Bayaqki kimi məsnəvi də şeir şəkli kimi çıxış edə bilər. Bu da doğrudur. İstənilən məsnəvi beytinin qafiyələnməsi qəzəl janrının ilk beyti ilə eynidir. Bu da tamamilə doğru fikirdir. Çünki qəzəlin də ilk beyti A şəklində qafiyələnir. Keçək 14-cü suala. Əliağa Vahidin bir qəzəlindən verilən müxtəlif beytlərdən hansı təxminisin son bəndində yer ala bilər?
Burada diqqət etməliyik ki, hansında sonda əliğa vahidin ad və ya təxəllüsünə rast gəlinir. Demək, A-da yoxdur, B-də də, C-də də, D-də də, E variantında vahid. Demək ki, cavabımız da oldu E. 15. Aşağıdakı fikirlər hansı janrın xüsusiyyətləridir? Yəni, üçünün də aid olduğu bir janr olmalıdır. Ciddi münaqişə üzərində qurulsun, müxtəlif qüvvələr üz-üzə gəlsin, mütərəqqi ideyanın qalibiyyəti ilə yekunlaşsın. Əgər mütərəqqi ideyanın qalibiyyəti deyirsə, elə birbaşa burada artıq dram janrından söhbət gedir. Çünki yeri gəlsə faciədə də bir ciddi münaqişə harda sözünü göstərə bilər. Amma artıq mütərəqqi ideyanın qalibiyyəti ilə bitən isə dram olur. Düzdür, faciədə də müəyyən mənada qələbə var. Amma o qələbə, belə deyək, mütərəqqi ideyanın qələbəsi olmur. Deyək ki, baş qəhrəman mənəvi cəhətdən qələbəsini göstərir. Tutaq ki, Müsibət-i Fəxrəddində Fəxrəddin, belə deyək, sonda öldürülür. Artıq orada mütərəqqi ideyaları orada qələbə çalır, o qədər də deyə bilmərik. Çünki artıq orada Fəxrəddin arzuları orada gerçəkləşmir, belə deyək. Yəni, Fəxrəddin özü də həyatdan göçür, üstəlik onun arzuları da qəlbində qalır. Sadəcə olaraq biz deyirik ki, obrazın mənəvi qələbəsi ilə başa çatır. Yəni, biz burada artıq həmin obrazın, necə deyərlər, fikirlərini dəstəkləyirik. Yəni, oxucu, haqq, ədalət həmin qəhrəmanın tərəfində olur və yaxud da ana faciəsini götürək. Qanpolad ananın orada övladı ölür, amma əsər özü ananın, belə deyək də, mənəvi cəhətdən qələbəsi ilə başa çatır. Daha sonra keçək 16-cı suala. Cədvəldən uyğunluğu müəyyən edin. Mürəbbi janrı şəkli xüsusiyyətləri və qafiyəsinə görə qoşma ilə tam oxşardır. Bu yanlış fikirdir. Əsərdə lirika təhkiyə nisbətən üstünlük təşkil edərsə, həmin əsər lirik epik əsər hesab edilir. Doğru fikirdir bu. Remarka əsərin pərdələri, şəkilləri arasında olduğu kimi gəlişlərlə əlaqədar söz arasında verilə bilər. Doğru fikirdir bu. Komediyada gülüş yaratma vasitələrində müəllif özü də proobraz kimi çıxış etməlidir. Bu yanlışdır. Yəni, belə bir vacib olan bir şey yoxdur orada. Gördü, cavabımız olur 2 ilə 4, 16. 16 cavabımız oldu B. Daha sonra keçək 17-ci suala. Aşağıdakı müqayisələrdən hansı doğrudur? Qeйтə və qəzəl eyni şeir vahidindən istifadə olunması da şeir şəkilləri eynidir. Səhvdir, çünki hər ikisində şeir vahidi olaraq beytdən istifadə olunur. Faciə və dram müəllif hadisələrin gəlişinə müdaxilə edə bilər. Yanlışdır. Hər ikisi üçün yanlışdır. Roman və hekayə həyat hadisələri qısa və yığcam şəkildə təsvir olunur. Romanda həyat hadisələri heç də qısa olmur. Rübai və müxəmməs heca vəzində yazılması mümkün deyil. Müxəmməs heca vəzində yazıla bilər, amma rübai yox. Məsələn, aşıq şeirləri ki var müxəmməs janrında, onlar heca vəzində olur. Povest və təmsil müəyyən süjet xəttinə malik olur. Bu isə doğru fikirdir. 18. Həyatı əks etdirmə üsulu verilmiş nümunə ilə eyni olan janr hansı bənddə verilmişdir? Burada remarkalardan, dialoqlardan istifadə olunduğuna görə, remarka deyəndə ki, daha doğrusu dialoqlardan istifadə olunduğuna görə, demək ki, dramatik növdədir. Dramatik növə aid olan janr da hansıdır? Dram janrı. C variantı. 19. Tragikomediya janrını faciə janrından fərqləndirən xüsusiyyəti müəyyən edin. Komik əhvalatlar fonunda faciə və məzmun, gülüş içərisində göz yaşı ifadə etməsi. B variantı. Daha sonra 20-ci sual. Sxemdəki boşxanaya nə yazıla bilər? Müəllif hadisələrə müdaxilə edə bilir. Yanlışdır bu. Oxucu üçün əhəmiyyətli olmayan hissələr həm nəzm, həm də nəsrlə yazılır. Burada remarkanı nəzərdə tutur. Remarka da ki, nəzmlə yazıla bilməz. Həyatı əks etdirmə üsulu İskəndərnamə əsəri ilə eynidir. Xeyr. Hər ikisinə dram əsər demək mümkündür. Çünki dramatik növdə yazılıb. Bəli, doğrudur. Dram düzdür. Ayrıca bir janr olsa da, ümumiyyətlə dramatik növdə olan bütün əsərlərə dram əsərləri demək olar. Dram janrı yox, dram əsərləri. Allegoriyadan, süjet xəttindən, tərənnümdən istifadə olunur. Bu da ki, tərənnüm hissəsi tamamilə yanlışdır. Daha sonra keçək 21-ci suala. Biri lirik növ üçün xarakterik deyil. Lirik əsərlərdə hadisə yox, hadisənin insan qəlbində doğurduğu hiss həyəcan əsasdır. Doğru fikirdir.
Müəllif şeirdə əsas sürət kimi çıxış edir. Bu sürət lirik qəhrəman adlanır. Bu da doğrudur. Lirika yığcam və emosional olur. Doğrudur. Daha sonra lirikada obyektə subyektiv münasibət ön plana çəkilir. Bu da doğrudur. Epik növdən fərqli olaraq lirik növdə hadisələri, insan xarakterlərini, ətraf mühiti hər tərəfli göstərmək mümkündür. Bu yanlışdır. Əksinə, bu epik növ üçün xarakterik xüsusiyyətdir. 22. Sən bildirdin ki, kimdir Allah? Sənsiz kim olurdu ondan agah? Bir aciz bəndəyik. Sənsən yaradan, sənin qüvvətinlə yaşayır insan. Deyir ki, qəsidlərin hansı növlərindən burada istifadə olunub? Birincisində deyir ki, sən bildirdin ki, kimdir Allah? Burada Peyğəmbərə bir müraciət var. Peyğəmbərlərə həsr olunmuş qəsidlərə net deyilirdi. Digərində isə yaradana müraciət var. Yəni Allahın tərifi var. Bu isə minacatdır. Ona görə birincisi oldu net, ikincisi oldu minacat D variantı. 23-cü sual. Məhəmməd Füzuli yaradıcılığından verilmiş qəzəllə bağlı doğru olmayan fikri müəyyən edin. Demək, burada bizə bir şeir verilib. Aşiq oldum yenə bir tazə gül rənayə ki salır al ilə hərdən məni yüz qovğaya. Qafiyə quruluşuna görə qəsidənin ilk beyti Məsnəvinin isə istənilən beyti ilə oxşar ola bilər. Bəli, doğrudur. Bunu artıq dəfələrlə dedik ki, qəsidədə, qəzəldə ilk beyt A şəklində, Məsnəvdə isə bütün beytlər həm qafiyə şəklində olur. Ona görə bu doğrudur. Fikrin çatdırılması üçün beyt forması əsas götürülüb. Doğrudur. Al qırmızı qovğa çaxnaşma mənasını ifadə edir. Burada al sözü qırmızı mənasını deyil, hiylə mənasındadır. Ona görə cavabımız elə olacaq C variantı. Hər ehtimala D və E-də baxaq. Nümunədə qafiyədən istifadə edilib. Doğrudur. Aid olduğu janrda mətlə və mətlə beytlərinin qafiyə quruluşu fərqli olur. Bu da ki, doğrudur. Daha sonra keçək 24-cü suala. Remarkalardan biri ədəbiyyatımızda dramaturgiyanın əsasını qoyan sənətkara məxsusdur. Dramaturgiyamızın əsasını Mirzə Fətəli Axundzadə qoyub. Belə bir sual istər miqdə, istərsə də abituriyentlərin imtahanında olsa belə, yəni bu testdə necə ki məktəb dərsliyinə sanki əsaslanıbsa, orada da elə olacaq. Məsələn, İşıq yanında Şuşa qalası görünür. Xurşudbanının Malikanəsi İlyas Əfəndiyevin əsərindəndir və ya digəri Şuşa qalası, Xan Sarayı, Vaqifin evi, Toy məclisi. Bu da Səməd Vurğundandır. Bağdad civarında ağaclıq mənzərəli bir güşə, səhv etmirəmsə İblis faciəsində olmalıdır. Göyçöhrə qaçır. Bu isə Göyçöhrə Şahbaz bəy Mirzə Fətəli Axundzadənin əsərinin qəhrəmanlarıdır. Cavabımız ona görə oldu D variantı. Edək ki, Müsibəti Fəxrəddindəndir. Keçək 25-ci suala. Venn diaqramının kəsişməsinə yazıla bilər. Klassik şeir üslubunun janrıdır. Qəzəl üçün uyğun olsa da, qoşma üçün yanlışdır. Daha sonra sonda müəllifin adı verilə bilir. Bu isə doğru fikirdir. 26. Verilmiş nümunənin lirik növə aid olmasını hansı fikirlərlə əsaslandırmaq olar? Unudub illərin yorğunluğunu, həyatda dincliyi, evdə yuxunu. Sevincin azını, qəmin çoxunu, yükün ağrını seçir analar. Tərənnüm əsasına yazılıb, doğrudur. Daha sonra hadisələrin geniş təsvirinə yer verilməsi ilə bu yanlışdır. Yəni buna aidiyyəti yoxdur. Bu epik növlə bağlıdır. Hiss və həyəcan ifadəsi ilə bu da doğrudur. Xüsusi aiddarlığın olması ilə bu da doğrudur. Monoloq şəklində yazılması bu da ki, ümumiyyətlə dramatik növə aiddir. Cavabımız da oldu 1, 3, 4, B variantı. 27. Hekayə janrı ilə bağlı sillogizmi tamamlayın. Ədəbiyyatımızda nəsr ilə ilk hekayə 1835-ci ildə İsmail bəy Qotqaşınlı tərəfindən fransız dilində qələmə alınıb. 2 il sonra isə ana dilində ilk hekayə yazılmışdı. Demək, ana dilində ilk hekayə 1837-ci ildə yazılıb. Buna uyğun da cavabımız olur C variantı. Yəni sillogizmdə variantları oxumağa əldə ehtiyac yoxdur. Birbaşa artıq nəticə çıxarmaq mümkündür. 28. Dramatik növlə bağlı verilən fikirlərdən biri yanlışdır. Personajların danışığı monoloq və dialoqlardan ibarət olur. Doğrudur. Komediya yalnız oxucunu güldürmək üçün yazılmır. Bu da doğrudur. Yəni həmçinin onu nəsihət etmək anlamında da var. İnsanın isə ibrət götürməsi üçün. Faciə baş qəhrəmanın ölümü ilə nəticələnir. Onun müəyyən arzuları, niyyətləri həyata keçmir. Bu da doğrudur.
Daha sonra dram janrında yazılan əsərlərdə gülüşə yer verilə bilməz. Niyə yer verilə bilmir? Bu yanlış fikirdir tamamilə. Səhnə üçün yazılmayan dramatik əsərlərə lazy dram da deyilir. Bu da ki, doğru fikirdir. 29. Xatirə janrı ilə bağlı yanlış olanı müəyyən edin. Yalnız ədəbiyyatçılar tərəfindən yazılmır, doğrudur. Ayrı-ayrı adamlar tərəfindən də yazıla bilər. Vahid süjet xəttinə malik olmaya bilər, doğrudur. Memuar da adlanır, doğrudur. Müəllifin iştirak etdiyi və ya şahidi olduğu hadisələr xatirənin mövzusunu təşkil edir. Bəli, əsasını bu təşkil edir. Xatirədə müəllif haqqında qeydlər öz əksini tapa bilməz. Əksinə, yəni müəllif özü haqqında da nələrsə burada deyə bilər. Ona görə də E variantı yanlışdır. 30. Beyt üçün aşağıdakı fikirlərdən hansı doğrudur? Füzuli rin düşeydadır, həmişə xəlqə rüsvadır. Sorun ki, buna sevdadır. Bu sevdadan usanmazmı? Müəllifin adına rast gəlirik burada. Demək ki, bu nədir? Qəzəlin son beytidir. Sual verə bilərsiniz ki, bəs niyə biz buna demirik? Tutaq ki, qeytənin son beytidir və yaxud qeytənin son beyti ona görə deyir ki, müəllifin ad təxəllüsünə rast gəlinir. Qəsidənin son beyti niyə demirik? Çünki hər birimiz artıq Məhəmməd Füzulinin Məni candan usandırdı qəzəli ilə tanışsınız. Yəni verilmiş beyt nümunəsi də onun əsərindəndir. Ona görə də qəzəlin son beytidir. Digər tərəfdən də qəsidə daha çox ictimai mövzularda yazılır. Nəinki bu cür məhəbbət mövzusunda. Daha sonra 31. Nümunəyə qəsidənin hansı növünə aiddir? İndi söz günəşi aləmdə mənəm, şairlərdən 3 qat ucadır rütbəm. Burada müəllif özünü tərifləyir və özünün tərifinə həsr olmuş şeirləri də biz nə deyirik? Fəxriyyə deyirik. Yəni sanki özü ilə fəxr edir. Daha sonra 32. Verilənlər içərisində hansı janrın xüsusiyyəti yoxdur? Böyük hekayə də deyilir povestdə. Daha sonra əsas süjet xətti ilə yanaşı əlavə xətlərə də yer verilir. Bu aiddir roman janrına. Faktiki həyat materialları əsasında qələmə alınan janrdır oçerk. Əsas qəhrəmanları insanlara aid əlamətlərin daşıyıcısı olan heyvanlardır. Bu da təmsildir. Heç biri olmayan hansıdır? Faciə janrı. 33. Verilmiş misraların müxəmməsin orta bəndlərinin birindən götürülmüş ardıcıl sətirlər olduğunu nəzərə alaraq bəndin neçənci misraları olduğunu müəyyən edin. Sahib zərdə kərəm yoxdur, kərəm əhlində zər, işlənən işlərdə ehkam-ı ləyaqət görmədim. Demək, burada diqqət edirik nəyə? Əgər deyirsə ki, orta bəndlərin birindən götürülmüş ardıcıl sətirlərdir, ardıcıl sətir deyirsə və üstəlik bu formada, yəni sonda biz necə deyirik? Müxəmməsin qafiyə quruluşu A5 şəklindədir. Düzdür? Əgər sondakı bu ikisi qafiyələnmirsə, qafiyələnməyən hansılardır? A ilə B, yəni 4 və 5-ci misralar. Ona görə də cavabımız olur B variantı. Daha sonra keçid alaq 34-cü suala. Qoşmanın məzmun cünövləri baxımından biri fərqlidir. 30-da kəşlik kimi çəkərsən, iyidlik eyləyib qanlar tökərsən, vücudnamə. 40-da yenə də belə, 40-da sən əl haramdan çəkərsən, sonası ovlanmış gölə bənzərsən, yenə də vücudnamədir. 5 yaşından 10 yaşına varanda arıdan saçılmış bala bənzərsən, bu da vücudnamədir. 80-də sinir yenər dizinə, 90-da qubar qonar gözünə. Bu da vücudnamədir. O kimdir ki 14-də qocadır, 30-a yetəndə növcavan olur. Bu isə artıq qıfıl bənddir. Cavab tələb olunur. 35. Hansı bənddə verilən anlayışların hər ikisi qeyd olunan janrda işlənə bilər? Demək, hekayədə monoloq və remarka ümumiyyətlə ancaq dramatik növə aiddir. Müsəddəsdə kulminasiya və rədif, kulminasiya sujetli əsərlərdə olur. Təmsildə ekspozisiya, remarkanın heç bir əlaqəsi yoxdur. Povestdə mətlə məktəb, bu da lirik növ üçün xarakterikdir. Dramda remarka və qafiyə, bu isə ola bilər. Niyə? Çünki məsələn, hər hansısa bir dram əsərdir, nəzmlə yazılır. Nəzmlə yazılırsa, demək ki, orada qafiyə rast gəlinə bilər. Yəni, remarka onsuz da dram əsərləri üçün xarakterikdir. Qafiyə də ki, nəzmlə yazılanda ola bilər. Ona görə cavabımız oldu E variantı.
36. Verilən nümunələrdə rədif eynidir. Hər iki beytin eyni şeirdən olmadığını necə müəyyən etmək olar? Bunun üçün biz rədifdən əvvəlki hissəyə baxmalıyıq. Əgər həm qafiyədirsə, demək eyni şeirdəndir. Həm qafiyə deyilsə, demək müxtəlif şeirlərdəndir. Buna uyğun olaraq da cavabımız E variantıdır. 37. Uyğunsuzluğu müəyyən edin. 5-10 beytdən ibarət olub, əsasən məhəbbət mövzusunda yazılır. Qəzəl doğrudur. Qafiyə quruluşuna görə qəzələ oxşuyur. Biz qafiyə quruluşuna görə də oxşamırıq. Qəzəldə A, A, B, A, C, A şəklindədirsə, amma məsnəvidə A, A, B, B şəklindədir. Ona görə də elə bu yanlışdır. Hər hansı bir şəxsin tənqidinə həsr olunur, lakin ictimai xarakter daşımır, doğrudur. 15 və daha çox beytdən ibarət olur. Saray şeiri hesab edilir qəsiddə, bu da doğrudur. Görkəmli şəxslərin ölümü münasibəti ilə yazılır. Bəziləri növhə adlanır, bu da doğrudur. 38. Uyğunluğu müəyyən edin. Demək, epik növ həcm etibarı ilə hekayəyə yaxın olan bu janrında yazıcı fantaziyasının təxəyyülünə geniş yol verilmir. Bu aiddir Oçerkə. Konkret bir şəxsdən müəyyən xatirələr əsasında bəhs edir. Bu xatirəyə aiddir. Amma qeyd edeyim ki, mütləq deyil də, ancaq bir adam haqqında danışılsın. Yəni, müxtəlif burada müəllifin öz düşüncələrinə də yer verilə bilər. Bədii publisistikaya yaxın janr hesab olunur. Bu aiddir Oçerkə. Həcm məhdudiyyəti yoxdur. Bu aiddir xatirəyə. Müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etmək əsas şərtdir. Bu da aiddir yenə də xatirəyə. Buna uyğun olaraq da cavabımız oldu E variantı. 39. Verilmiş nümunə hansı səbəbə görə heç bir halda qitə janrında olan şeirdən seçilmiş misralar kimi düşünülə bilməz. Necə həmtay tutum hər büyüt zibayə səni, vermərəm tanrı bilir cümlə bu dünyaya səni. Səni həm qafiyə olduğuna görə. Buna uyğun variant C variantı. Çünki qeyd etdik, qitədə qafiyələr fərqlənməlidir. Həm qafiyəli yoxdur. Daha sonra 40-cı suala keçsək, hansı bənddə oxşardır ifadəsini nöqtələrin yerinə yazmaq olmaz? Bənddəki misraların sayına, qafiyə quruluşuna görə təxmis müxəmməsi oxşardır. Düzdür. Faktiki həyat materialı əsasında yazılmasına görə Oçerk memuarla, memuar yəni xatirə, doğrudur. Rübai, tuyuq, bayatı, lakonik janr olmasına görə bu da oxşardır. Düzdür. Qarışıq janr olmasına görə dastan poema ilə bu da doğrudur. Qəhrəmanın ətraf mühitlə münaqişədə həm mənəvi, həm də fiziki cəhətdən qalib olması dramla faciə üçün. Dramla faciə üçün ortaq cəhət deyil, axı bu, yəni oxşar deyil. Həm fiziki cəhətdən qalib olmaq dram əsərlərinə aiddir. Faciədə əksinə fiziki cəhətdən məhv olurlar. Ona görə də E variantı yanlışdır. 41-ci sual. Nümunənin forması ilə bağlı fikirlərdən biri səhvdir. Eşqində mübtəlalığımı eyb edən sanır, kim olmaq ixtiyar ilədir mübtəla sana. Yazıb ki, qitə janrında olan şeirin ilk beyti kimi düşünülə bilər. Düşünülə bilər, nəyə görə? Çünki biz bundan öncəki testlərdə dəfələrlə vurğulamışdıq ki, qitənin qafiyə quruluşunda sərbəstlik var. Yəni, sərbəstlik nə deməkdir? A, B, C, B bu şəkildə. Qəzəl janrında şeirin orta beytlərindən biri kimi düşünülə bilər. Bu da doğrudur. Müsəddəs janrında şeirin orta bəndlərindən birinin son iki misrası kimi düşünülə bilər. Müsəddəsin qafiyə quruluşunda ilk bəndin 6 misrası da bir-biri ilə həm qafiyə olur. Növbəti bəndlərdə isə ilk 4 misra öz aralarında həm qafiyə olur. Sondakı 2 misra isə birinci bəndlə həm qafiyə olur. Yəni B, 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 sonda gələcək A, A. Ona görə də orta bəndlərdən birinin son 2 misrası A, A kimi qafiyələnməlidir. Bu formada yox. A, B kimi yox. Ona görə demək C variantı nədir? Yanlışdır. Keçək D variantına. Qəsidə janrında şeirin orta beytlərindən biri kimi düşünülə bilər. Bəli, bu da doğrudur. Beytin məsnəvi formasında yazılmış əsərdən götürüldüyünü demək mümkün deyil. Bu da doğrudur. Çünki məsnəvidə həm qafiyə olur. 42. Verilən nümunələrdən birincisinin qitə janrına aid olduğunu nəzərə alaraq yanlış fikirləri seçin. Demək, ikincisi isə baxaq. İkincisini qəzəldir. İmadəddin Nəsmin Ağrımaz qəzəli. Aid olduğu şeir janrında misralar arasında qafiyələnmə olmur.
Doğru fikirdir, amma bizdən şərtdə yanlışı istəyirdi. Ona görə götürmürük. İkilik şəklindədir. Şeir vahidi beytdir. Hər ikisi ikilik şəklindədir. Hər ikisinin də şeir vahidi beytdir. Ona görə bu nədir? Yanlış fikirdir. Uzun və qısa hecaların mütənasib bölünməsi prinsipi əsasında yazılıb. Bu da əruz vəzninə aiddir. Yəni hər ikisinə aiddir. Ortada verilməli idi. Ona görə də yanlışdır. Qəzəl janrına aiddir. İlk beytidir. Demək, qəzəl janrına aiddir. İlk beytdir. Bu doğru fikirdir. Çünki AA şəklində qafiyələnib. Aid olduğu janrda beytin ilk yoxsa orta beyt olduğunu əminliklə müəyyən etmək olur. Demək, aid olduğu janrda bu qəzəl üçün doğrudur, amma qitə üçün yanlışdır. Çünki qitədə ilk beytdə A, B şəkli, yəni hər bir beyti sərbəst bir qafiyələnməsi var. A, B, C, B, D, B bu formada. Aid olduğu janr müxtəlif sayda beytlərdən ibarət olur. Bu da ki, doğru fikirdir. Demək, səhvlər oldu. 2, 3, 5 B variantı. 43. Epik növün janrları ilə bağlı doğru fikri seçin. Hekayədə konkret bir hadisədən söhbət açılaraq müsbət keyfiyyətlər tərənnüm edilir. Xeyr, tərənnüm anlayışı ümumiyyətlə lirik növlə bağlıdır, epik növlə yox. Təmsilin özəlliyi olan allegoriyadan elə yalnız təmsildə istifadə olunmuş səhvdir. Qəzəl və qəstidən fərqli olaraq məsnəvidə hər beytdə rədif işlənir. Elə bir anlayış mövcud deyil. Romandan fərqli olaraq povest yalnız nəsrlə yazılır, süjet xətti isə yığcam və lakonik olur. Nəsrlə yazılır hissəsi doğrudur. Lakin süjet xətti yığcam olur, lakonik olur. Bu yanlışdır. Çünki yığcamlıq hekayə üçün xarakterikdir. Hekayədə povestdəki kimi hadisələr bir neçə xətt üzrə inkişaf edə bilmir. Bu isə tamamilə doğru fikirdir. Keçək 44-cü suala. Klasteri tamamlayan fikirləri seçin. Dramatik növ təhkiyə yer verilmir. Dramatik növdə olan bu doğru fikirdir. İndi buna uyğun olaraq fikirlər tapmalıyıq. Dramatik növdə yazılan bütün əsərlərə dram əsəri demək olar doğrudur. Faciə janrının əsas xüsusiyyəti sonda qəhrəmanın öz ölümü, maddi iflası və mənəvi qələbəsinin əks olunmasıdır. Yəni mütləq deyil qəhrəman özü ölsün. Onun arzuları da ölə bilər. Məsələn, dərslikdə verilən əsərlərdən ana faciəsini götürək. Əsərin adı da anadır. Baş qəhrəman olaraq da Səlma anadır. Amma Səlma ananın ölümü orada yoxdur. Ona görə də bu yanlış fikirdir. Komediyada gülüş yaratma üsullarından biri obrazın danışığı ilə əməlləri arasındakı təzadı əks etdirməkdir. Bu doğru fikirdir. Daha sonra dram janrında hadisələr münaqişə üzərində qurulur. Qəhrəmanın maddi qazancı mənəvi iflası ilə nəticələnir. Ümumiyyətlə, dram janrında mənəvi iflas deyə bir şey yoxdur. Ona görə də cavabımız oldu 1-dən 3 A variantı. 45-ci sual. Verilən nümunələri cədvələ əsasən müqayisə edərək doğru fikirləri müəyyən edin. Məzlumluq edib başlama fəryadı əkinçi, qoyma özünü türkülüyə adı əkinçi. Sərvetli səməndə sərəfrazi, gül cilvələnir başında nazi. Qəzəldən bir beytdir. Əkinçi beyt, şeir vahidi olaraq beytlə yəni yazılmayıb. Bəndlər şəklində yazılıb. Bir yanlışdır. Qəzəlin ilk beyti kimi qafiyələnib. Hər ikisi qəzəlin ilk beyti kimi qafiyələnib. Ona görə bunu da götürmürük. Daha sonra Həzəc bəhrində yazılıb. Hər ikisi Həzəc bəhrində yazılıb. Aid olduğu şeir şəkli beytlərlə yazılır. Bəli, ikincisi üçün doğrudur. Uzun və qısa hecaların mütənasib sıralanması əsasında yazılıb. Əruz vəznindədirsə, demək bu da doğrudur. Hər ikisi üçün. Eyni bəhrin fərqli təfilələrində yazılıb. Bu nə deməkdir? Yəni, şeirdə, ümumiyyətlə əsərdə, əruz vəznində olan əsərlərdə uzun və qısa hecaların mütənasib sıralanmasına görə, yəni əsərlərin oxusu fərqlənir. Bu da artıq Həzəc bəhrinin müxtəlif növlərini yaradır. Məsələn, elə bu iki əsərdə niyə verib? Çünki bu iki əsərin təfilələri dərsliklərdə yer alıb. Əkinçi 4 təfiləlidir, Bahariyyə isə 3 təfiləli bir növündə yazılıb. Bu da oldu 6-da doğru fikir. Cavabımız da olacaq 4, 5, 6 E variantı. Keçək 46-cı suala. Aldanmış Kəvakib bir də Azad hekayəsini verib. Qeyd edilən əsərlərə aid olduqları janrın xüsusiyyətləri baxımından müqayisə zamanı hansı variantda səhvə yol verilib? Aldanmış Kəvakib povestdə
Azad isə hekayədir. Hər ikisində hadisələr təhkir üsulu ilə verilir. Doğrudur. Birincidə həyat hadisələri daha geniş planda təsvir edilir. Povest üçün bu da doğrudur. İkincidə iştirak edən surətlərin sayı daha az olur. Hekayə üçün doğru fikirdir. Hər ikisinin mənzum variantına rast gəlmək mümkündür. Mənzum povest deyə bir anlayış yoxdur. Povest yalnız nəsrlə yazılır. Birincidə bir neçə süjet xətti ola bilər. Bu da ki, doğru fikirdir. 47. Fikirlərdən biri doğru və ya yanlış olmaq baxımından digərlərindən fərqlənir. Faciə janrında qəhrəman üz-üzə gəldiyi ictimai qüvvədən gücsüz və imkansız olduğu üçün həlak olur. Belə deyək, tam olaraq gücsüz demək əslində o qədər də düzgün olmaz, amma ümumi fikir olaraq hardasa doğru qəbul etmək də olar. Yəni necə? Tutaq ki, biz götürək Müsibət Fəxrəddini. Fəxrəddin əslində Fəxrəddinə imkansız demək doğru deyil. Baş qəhrəman idi. Düz əsər onun həlakı ilə nəticələnir. Amma müəyyən miqdarda da götürəndə əslində gücsüz olur da. Məsələn, nə deyirdi? Ona lağa qoyurdular ki, orada. Yəni, ancaq qələm tutmağı bacarır. Elə bilir ki, hər şey kitablarda yazıldığı kimidir. Yəni, qısacası müəyyən qədər fiziki cəhətdən o qədər də güclü biri deyildi. Və yaxud da ki, digər qüvvələr tərəfdən, məsələn, düşmən tərəfin qüvvəsini görürdük ki, ətrafına başqa-başqa adamlar, nökərlərin yığmışdı. Təkcə özü hücum eləmirdi, neçə nəfərlə bir yerdə işləyirdi. Amma Fəxrəddin isə əslində öz mübarizəsində özü yalnız idi. Düzdür, onun da ətrafında qardaşı var idi. Amma o qardaşı ilə eyni cəbhədə deyildi. Yəni, öz idealı uğrunda o silah vuruşunu dəstəkləmirdi. Yəni, bu baxımdan yalnız, öz idealları uğrunda yalnız olması baxımından götürmək olar. Daha sonra, komediyada mütləq gülüş istehza hədəfi olmalıdır. Bu da doğru fikirdir. Dramda komik və tragik məqamlar özünü göstərmir. Bu yanlış fikirdir, göstərə bilər. Nəzm və ya nəsrlə yazılmasından asılı olmayaraq dramatik əsərlərdə remarka nəzmli olmur. Bu doğru fikirdir. Dram əsərlərdə monoloq surətin daxili aləmini açmaq, onu ifşa və ya təqdir etmək məqsədi güdür. Bu da doğrudur. Demək, yanlış fikir elə C variantı idi. 48. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Demək, bizə tuyuq və rübai janrını verib, Neylərdin ilahi əsərinin yazıldığı Bəhirdə yazılır. Neylərdin ilahi Həzəcdə yazılıb, amma Həzəcdə yazılan rübaidir. Demək, bu yanlışdır. Lakonik şeiri janrıdır. Hər ikisinə aiddir, götürmürük. Daha sonra, heca vəznində yazılmır, dördlü şeir şəklidir. Demək, heca vəznində yazılmaması doğrudur. Amma hər ikisi dördlü şeir şəklindədir. Yəni, bu fikir hər ikisinə aiddir. Ona görə götürmürük. Şeir vahidi qoşma və gəraylı ilə eyni olsa da, qəzəldən fərqlənir. Bu da hər ikisinə aiddir. Ərzun işlək bəhrində yazılır. Doğrudur. Həzəc də, Rəməl də Ərzun işlək bəhridir. Qafiyə quruluşu əsasən bayatı ilə eynidir. Bu da doğrudur. Cavabımız oldu E variantı. 49. Demək, təhkiyə tərənnüm göstərməni verib, buna uyğun olaraq fikirləri müəyyənləşdirilməyimizi istəyir. Gəlin baxaq, özümüz üçün qeyd edək əvvəlcə 1, 2, 3 olaraq. Bu anlayış özünü 3 şəkildə göstərir. Danışanın şahidliyi, hadisənin rəvayət şəklində təsviri ilə, bir də hadisənin əfsanəvi xarakteri ilə. Bunu yanlışlıqla təhkiyəyə düşünə bilərsiniz, amma təhkiyəyə aid deyil. Səhv burada nədədir? Təhkiyə özünü 2 şəkildə göstərir. Danışanın şahidliyi ilə, bir də hadisənin rəvayət şəkildə söylənməsi ilə. Yəni, hadisənin əfsanəvi xarakteri ilə deyə bir hissə mövcud deyil orada. Belə bir şey bura aid deyil. Təhkiyənin özünü göstərməsinə 2 şəkildə göstərir. Ona görə A-nı heç birinə götürmürük. Bu anlayış ən çox lirik janrlarla bağlıdır. Subyektiv duyğuların müsbət planda təzahürü kimi özünü göstərir, tərənnümə aiddir. Bu anlayışda müəllif hadisələrin gedişinə müdaxilə edə bilməz, bu göstərməyə aiddir. Daha sonra, bu anlayışın işləndiyi nümunələrdə bütün hadisələr yazıçı dilindən danışılır. Yəni, heç birinə aid deyil, mütləq bütün hadisələr yazıçı dilindən danışılsın. Bu anlayışın rəvayət formasına daha çox xalq nağıllarında, dastanlarında rast gəlinir. Bu da ki, təhkiyəyə aiddir. Bu 1E, 2B, 3C cavabımız da oldu D variantı. Daha sonra,
Keçid alaq 50-ci suala. Cədvəldən uyğunsuzluğu müəyyən edin. Uyğunluq desəydi doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçəcəkdik. Amma uyğunsuzluq dediyinə görə doğrudan yanlışı, yanlışdan doğrunu seçməliyik. Baxaq indi. Poema həyat hadisələrinin təsviri planından asılı olaraq epik və ya dramatik növə aid edilə bilər. Yanlış fikirdir, çünki poema qarışıq janrdır və qarışıq janr olması da epik lirik növlə bağlıdır, dramatik növdən yox. Hekayə janrının gözlənilməz nəticə ilə sonlanan ən geniş şəkli novelladır. Xeyr, ən geniş şəkli deyə bir şey mövcud deyil, düzdür. Novella hekayənin bir növüdür. Lakin onun ən geniş şəkli deyil. Yəni ümumiyyətlə hekayə geniş formada yazılmır. Üstəlik novella da elə o demək deyil ki, mütləq geniş bir formada yazılsın. Ona görə də bu da yanlışdır. Povestdə hadisələr bir sujet ətrafında birləşən bir neçə xətt üzrə inkişaf edir. Doğrudur. Tənqid, satira təmsilin ruhunu təşkil edir. Şəxsləndirmədən istifadə olunur. Bu da doğrudur. Hər biri doğru oldu. Cavabımız da olacaq B variantı. 51. Verilmiş nümunələrin eyni bir qəzəldən olduğunu nəzərə alaraq uyğunluğu müəyyən edin. Demək, ayağa, otağa, həm qafiyədir, a, demək ki, bu mətləb beytdir. Dərdi, yeri uzağa, orta beyt olacaq bu. Müəllifin təxəllüsü adı da yoxdur. Üçüncüsündə ey İsa'dan bəllidir ki, məktəb beytdir. İndi isə baxaq buradakı fikirlərə. İnversiya işlənmiş bu beyt mətləb beytdir. Demək, inversiya tutmaq olar, dartar, mətləb beytdir. Birə anı verə bilərik. Demək, orta beytlərdən biridir. Müraciətə yer verilib. Orta beyt burada ikincisidir. Burada da ki, müraciət yoxdur. Demək, B-ni heç birinə vermirik. Mübaliğədən istifadə olunan beytdə təzadı da yer verilib. Demək, qalanın hicri göyü fəth eləyər. Bu mübaliğədir. Həmçinin göylə yer də burada təzaddır. Demək, C də burada gedir nəyə? 2-yə. Daha sonra metafordan istifadə edilmiş bu beyt məktəb beytdir. Demək, metafordan əhvalatım qonur onsuz da qulaqdan qulağa. Əhvalatın qulaqdan qulağa qonması, bu da ki, metafordur. Üstəlik də ki, məktəb beyt olduğunu da əvvəldə vurğulamışdıq. Demək, D də gedəcək 3-ə. Şeiri iki müxtəlif vasitə ilə adlandırmaq mümkündür. Bu doğru fikirdir. İstər ümumiyyətlə bu cür şeirləri yox, doğru fikir deyil. Ümumilikdə əgər rədif olsaydı biz bunu doğru götürəcəkdik. Rədif olan şeirlərdə bir şeir rədif əsasında adlandırılır. Bir də ilk misra əsasında. Burada isə rədifə biz rast gəlmirik. Lap belə olsaydı da bu şeiri iki vasitə ilə adlandırmaq, yenə də biz bunu bu fikirlərdən hər hansısa birini götürməzdik. Bu ümumi şeirə aid olan bir xüsusiyyətdir. Ayrı-ayrı beytlərə aid bir xüsusiyyət deyil. 1A, 2C, 3D cavabımız da oldu A variantı. Daha sonra baxaq 52-ci suala. Eyler-Venn diaqramından doğru fikirləri müəyyən edin. Roman janrı, dram janrı həm nəzm, həm də nəsrlə yazıla bilər. Bu hər ikisinə aiddir. Dialoq və monoloqlara yer verilir. Hər ikisində ola bilər. Amma əsasən də bu dram janrı, ümumiyyətlə dramatik növdə yazılan əsərlərin xüsusiyyətidir. Amma konkret bunun roman janrına aid edilməsi isə yanlış fikirdir. Vahid süjet xəttinə malikdirsə, deməli nəsrlə yazılıb. Bu da yanlışdır. Çünki nəzmlə yazılan əsərlərdə də vahid süjet xətti ola bilir. Olur yəni. Müəllif hadisələrin gedişinə müdaxilə edə bilər. Roman janrında mümkün olsa da dram janrında mümkün deyil. Həyatı əks etdirməsinə görə bir növə aid edilə bilər. Xeyr, roman janrı epik növdədir, dram janrı isə dramatik növdədir. Lirik tərənnümlə epik təhkiyə vəhdətdə verilə bilər. Xeyr, bu belə deyim, poema, dastan üçün xarakterik bir xüsusiyyətdir. Dram üçün yox. Bu da yanlışdır. Demək, heç bir doğru fikir olmadı. Buna görə cavabımız da olacaq E variantı. 53. Verilmiş fikirlərdən neçəsi doğrudur? Hekayə, roman janrlarında məsnəvi şeir şəkli kimi işlənir. Ola bilər. Məsnəvi janrı ayrıdır. Məsnəvinin şeir şəkli kimi işlənməsi ayrıdır. Məsnəvidir, bayatıdır. Onlar bəzən şeir şəkli kimi də işlənə bilir. Amma bu demək deyil ki, həmin əsər mütləq məsnəvi və yaxud da ki, bayatı janrında olsun. Bir doğrudur.
Poemalar həm hecə, həm də əruz vəznində, həmçinin beyt və bənd şəklində yazıla bilər. Bu da doğrudur. Məsələn, Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poeması hecə vəznində və bənd şəklində yazılıb. Amma tutaq ki, Məhəmməd Füzulinin Leyli və Məcnunu isə əruz vəznində yazılıb. Necə beyt şəklində. Ona görə də ikini də doğru götürürük. Tuyuq şeir vahidi və şeir şəkli baxımından mürəbbi janrı ilə eyni olsa da, qafiyə quruluşu baxımından fərqlənir. Bu da doğrudur. Yəni hər ikisinin şeir vahidi bənddir, şeir şəkli də ki dördlüdür. Amma qafiyə quruluşlarında fərqlər özünü göstərir. Mürəbbədə A, 4A, daha sonra isə digər bəndlərin isə ilk 3 misrası öz aralarında həm qafiyə olur, 4-cü misra isə 1-ci bəndlə həm qafiyə olur. Amma tuyuqda isə A, B-A, daha sonra növbəti bəndlərdə isə A, yəni 4-ü də bir-biri ilə həm qafiyə olur. Faciədə bir nəfərin və ya bir ailənin faciəsi həmin şəxs və ya ailə fonunda cəmiyyətin faciəsi kimi ümumiləşə bilər. Doğrudur. Məsələn, anamın kitabı, o daha doğrusu tragikomediyadır. Məsələn, götürək belə dəfələrlə adını çəkdiyim ana faciəsinə. Yəni orada Qanpoladın faciəsi əslində təkcə orada bir ailədən söhbət getmirdi. Ümumiyyətlə insanlar arasında olan mənfi xüsusiyyətlər orada özünü göstərirdi. Yəni təkcə bir ailə ilə bağlı deyildi, bütün cəmiyyətlə bağlı bir məsələ idi. Və ya Müsbəti Fəxrəddini götürək. Komediyada personajın danışığı ilə bacarığı arasındakı ziddiyyətin qarşılaşdırılması ilə gülüş yaradıla bilər. Bu da ki, tamamilə doğru fikirdir. Demək, neçəsinin doğru olduğunu istəyirdi. Hamısı doğru oldu. 5 fikrin 5-i də doğrudur. Daha sonra 54. Cədvəli tamamlaya bilən fikirləri müəyyən edin. Lirika Yunanca lira sözündəndir. Doğru fikir olduğuna görə doğru fikirləri tapmalıyıq. Əgər burada yanlış fikir verilsəydi, yanlış fikirlərin ardıcılığını tapardıq. Ona görə bizim burada düzgün fikirləri tapacağıq. Ədəbiyyatşünaslıqda lirik şeirlərə rübabi şeirlər də deyilir. Bu doğru fikirdir. Daha sonra lirik qəhrəmanın duyğuları onun simasında ümumiləşdirilir. Bütün lirik əsərlərdə müəllif lirik qəhrəmandır. Xeyr. Bütün lirik əsərlərdə müəllifin lirik qəhrəman olması şərt deyil. 2 yanlışdır. Lirik əsərlərdə subyektə obyektiv münasibət, əksinə obyektə subyektiv münasibət olur. Bu da yanlışdır. Lirik şeirlərdə bir konkret və ya ardıcıl təsvir ola da bilər, olmaya da bilər. Bu düzgün fikirdir. Epik poemalarda, nəsr əsərlərində lirika özünü göstərə bilər. Bu da tamamilə doğru fikirdir. Demək, cavabımız da oldu. 2 ilə 3 yanlışdırsa 1, 4, 5. B variantı. 55. Verilmiş müqayisələrdən doğru olanını seçin. A, B, A, C, A qafiyə quruluşu özünü qəzəl, qitə janrında göstərsə də qəsidə janrında göstərə bilməz. Xeyr, səhvdir. Qəsidənin qafiyə quruluşu bu cürdür. Əksinə, qitədə həm qafiyəlilik yoxdur. Qitə üçün uyğun fikir deyil bu. Roman janrından fərqli olaraq povestdə müxtəlif süjet xəttlərinə yer verilə bilər. Hər ikisində verilə bilər. Müxəmməs janrından fərqli olaraq təxmisli süjet xəttinə yer verilə bilər. Bu da yanlışdır. Daha sonra təsvir anlayışı özünü epik növdə göstərsə də lirik növdə göstərə bilmir. Bu da yanlışdır. Yəni lirik növdə də tutaq ki, mən payızın təsvirinə əsr olmuş bir şeir yazıram. Bir tərəfdən onu tərənnüm edirəmsə, digər tərəfdən də payızın təsvirini də verirəm. Demək ki, bu da yanlışdır. Tragikomediyadan fərqli olaraq epik növün istənilən janrında remarka işlənə bilməz. Bu da tamamilə doğru fikirdir. Çünki remarka dramatik növ üçün səciyyə bir xüsusiyyətdir. Epik növ üçün yox. Keçək növbəti suallarımıza. 56. Klasterə əsasən uyğunluğu müəyyən edin. Demək, bu tipi nümunələrdə bura ya A olacaq, ya B, ya da ki, A-B-nin ikisi olacaq. Yəni, qalan hissələri bu digər fikirlər əsasında müəyyən edirik variantlarına. Məzmunca fərqli növləri var. Hər ikisində var. Saxlayıram bunu. Daha sonra mətləb beytini müəyyən etmək üçün məzmun xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu heç birisi üçün doğru deyil. Ona görə D harda varsa atırıq. Bir B variantında var. Formada sabit olan janrdır. Şeir vahidi və şeir şəklini başqa bir janrda da görmək olar. Bu da hər ikisi üçün doğrudur. Çünki hər ikisinin sabit forma əlamətləri var və başqa janrlarda da biz bunu görə bilirik. Müraciətdən istifadə yalnız məktəb beytdə rast gəlmək olar. Bu ikisi üçün də yanlışdır. Harda F varsa bunu da çıxırıq. Çünki istər mətləb beytdə və ya orta beytlərdə də bu özünü göstərə bilər.
Qafiyə quruluşu baxımından məsnəvi və qitədən fərqlənir. Bu da doğrudur. Çünki məsnəvidə A, A, B, B, yəni hər biri həm qafiyə olur. Qitədə isə əksinə hər biri sərbəst şəkildə qafiyələnir. Bu baxımdan da hər ikisi fərqlənir. Demək, burada 1-ə getdi elə A ilə B, 2-yə də getdi C, E, C. Çünki bu sadaladığımız xüsusiyyətlər D ilə F heç birinə uyğun getmədi. C, E, C də ki, hər ikisinə uyğun getdi. Daha sonra baxaq 57-ci suala. Biri qəzəl janrına aid fikir deyil. Əvvəlini 3 misra artırmaqla təxmisə çevirmək ola bilər. Doğrudur. Klassik ədəbiyyatımızın ən aparıcı janrlarından biri olub. Bu da düzdür. Barmaq vəznində yazılmır. Bu da düzdür. Barmaq vəzni heca vəznidir. Yalnız həzəc və rəməl bəhrində yazıla bilər. Bu da səhvdir. Yeri gəlsə rəcəzdə də yazıla bilər və ya digər bəhrlərdə. Son beytində şairin təxəllüsü istifadə oluna bilər. Bu da ki, doğru fikirdir. 58. Bu beytlərdən hansılar qitədə mövcud ola bilməz? Hər kimin var isə zatində şərarət küfrü, istilahat-ı ülumi ilə müsəlman olmaz. Küfrü olmaz. Demək, bu qitədə ola bilər. A, B. Qitə nədir? A, B, C, B, D, B bu formada. Birdən bundan həm qafiyədir demək olmaz. Elm zinhar olar qitədə. Zatsız, çörəksiz, ətəksiz, zatsız. Demək, bu da qitədə mövcud ola bilməz. Sondakı isə ey qul şuurundan, bu isə sərbəst şəkildədir. Demək, cavabımız nə olacaq burada? 2 ilə 4. Yəni, həm qafiyə olanlar qitədə ola bilməz. 59. Burada beytlə bağlı yanlış fikri müəyyənləşdirməyimizi istəyir. Mədət, mədət bu cahanın yıxıldı bir yana, əcəl cəlalləri aldı Mustafa xanı. Demək, forma xüsusiyyətinə görə məsnəvi kimi qafiyələndiyini demək olar, doğrudur. Məzmun xüsusiyyətinə görə mərsi olduğunu demək olar, doğrudur. Təxəllüs işləndiyi üçün qəzəlin son beyti olduğunu demək olar. Buradakı Mustafa müəllifin təxəllüsü deyil. Yəni, burada da gördüyünüz kimi verib. T, Yəhya, Taşlıcalı Yəhyadır bu. Sadəcə, buradakı işlənən ad öldürülən adamın adıdır. Ona görə təxəllüs işləndiyi üçün qəzəlin son beyti olduğunu demək olar ifadəsi yanlışdır. Forma xüsusiyyətinə görə müxtəlif janrlara aid etmək olar, doğrudur. Yəni, həm qafiyə olan məsnəvi var və yaxud da ki, qəzəlin ilk beyti var, qəsidlərin ilk beyti var. Məsnəvidən götürülmüş beyt olarsa, beytin yerini dəqiq demək olmaz, bu da bəli doğrudur. Çünki dəfələrlə qeyd etmişik ki, artıq məsnəvidə A, A, B, B, C, Z şəklində qafiyələnir. Keçək 60-cı suala. Uyğunluğu müəyyən edin. Poema və faciə arasında vahid süjet xəttinə malik olmayan nümunəsi yoxdur. Bu yanlışdır. Yəni, o qədər poemalar var ki, vahid süjet xətti yoxdur. Məsələn, Sirlər Xəzinəsi poemasını götürək. Tərkibində lirik ünsürlər işlənə bilər. Demək, bu hər ikisi üçün doğru fikirdir. Heca vəznində yazıldıqda süjet xətti olmalıdır. Belə bir şey yoxdur. Heca vəznində yazılanda olmalıdır, sərbəstdə və ya əruzda olmamalıdır. Bu yanlışdır. Monoloq və dialoqlardan istifadə oluna bilər. Bəli, hər ikisində istifadə oluna bilər. Bunu siz xüsusiyyətlə qarışdırmayın. Dram əsərlərinin xüsusiyyətidir ki, burada monoloq və dialoqlardan, remarkalardan istifadə olunur. Amma istifadə edilə bilər ayrı anlayışdır. Bəli, poemada istifadə oluna bilər. Yalnız nəsrlə yazılır, bu da ki, yanlışdır. Demək oldu 2 ilə 4. D variantı. 62. Yanlış olmayan fikri müəyyən edin. Demək, povestin hekayədən 62-yə baxırıq, 61. Yanlış olmayan fikri müəyyən edin. Povestin hekayədən bir fərqidir, özünə məxsus növünün olmasıdır. Xeyr, povestin belə bir növü yoxdur. Hekayənin var. Roman yalnızca romantik üslubda yazılır, səhvdir, realist üslubda da yazıla bilər. Müxəmməs hər hansısa bir qəzəlin beytinin əvvəlini 3 misra əlavə olunmaqla yazılır. Bu təxmisə aiddir. Dram və faciənin əsas fərqi əsərin final mərhələsində özünü göstərir. Bu doğrudur. Yəni, hər ikisində kəskin ziddiyyətlər ola bilir. Sadəcə olaraq dramda sonda qəhrəman qələbə qazanır, arzular həyata keçir, amma faciədə isə əksinə. Komediyada dialoqlara yer verilsə də monoloqlara yer verilmir. Bu da ki, yanlış fikirdir. 62. Verilmiş xüsusiyyətlər hansı janra aiddir? Dramatik növün janrıdır.
Tragizm və komizm eyni dərəcədə ortaq mövqe tutur. Həm nəsrli, həm də nəzmlə yazıla bilir. Bu sual üzərində bir qədər qalacağam. Nəyə görə? Çünki dramatik növü janrlar dedikdə təbii ki, bura dram, faciə, komediya, tragikomediyana aid edə bilirik. Tragizm və komizm belə deyək, digər dramatik növü janrlarında özünü göstərə bilir. Amma konkret olaraq, yəni əsaslı şəkildə tragediya ilə komik əhvalatların belə bir-birinə vəhdət təşkil etməsi tragikomediyada olur. Həm nəsrlə, həm də nəzmlə yazıla bilər. Baxın, bu hissəsi artıq məsələni bir qədər dəyişdirir. Nəyə görə? Çünki Azərbaycan ədəbiyyatında biz nəzmlə yazılmış bir tragikomediya mən xatırlamıram. Dünya ədəbiyyatında, məsələn, Şekspirdə var. Amma orada da tam olaraq nəzmlə yazılmayıb. Məsələn, Fırtına əsərini mən araşdırdım. Fırtına əsərində əvvəlində müəyyən qədər hissə nəsrlə verilir. Ondan sonraki əsərin böyük bir hissəsi, bəli, nəzmlə verilib. Amma həm nəsrlə, həm də nəzmlə yazıla bilər hissəsi artıq bu fikrin tragikomediyaya aid olduğunu deməyə əsas vermir. Dramla bağlı ola bilər bu. Ona görə cavab olaraq dramı götürürük. Yəni tragikomediyada bizdə nəzmlə yazılan bir nümunəsi xatırlamıram. Demək 63 keçək 63-cü suala. Verilən nümunələr əsasında doğru fikri müəyyənləşdirin. Əql yar olsaydı, tərk eşqi yar etməz midim? İxtiyar olsaydı, rahat ixtiyar etməz midim? Ey Füzuli, dağ hicran ilə yanmış gönlümü, laləzar atsaydı, seyr laləzar etməz midim? Forma xüsusiyyətləri əsasında qəzəlin hansı beyti olduğunu müəyyənləşdirmək mümkündür. Bu təkcə A üçün yox, A üçün də mümkündür, B üçün də mümkündür. Ona görə də bu fikir yanlışdır. İkilik şeir vahidi. İkilik şeir vahidi deyə bir şey yoxdur. Bu fikir bəri başdan yanlışdır. Yəni həys üçün yanlışdır, təkcə B üçün yox. Şeir vahidi misradır, beytdir, bənddir. Müraciətdən istifadə olunmuş mətlə beytin qafiyə quruluşu qitənin istənilən beytinin qafiyə quruluşu ilə eynidir. Demək, mətlə beytdə burada, budur, müraciətdən istifadə olunmayıb. Burada isə qabağında yazıb, yalnız B nümunəsi üçün doğrudur. Bu fikrin başlanğıcı belə səhvdir. Hər iki misrada təkrarlanan sözdən öncə gələn, hər iki misrada təkrarlanan sözdən öncə gələn həm qafiyə sözlər şeirdə rədif olduğunu söyləməyə əsas verir. Birincisində təkrarlanan sözlər var. Etməz midin, etməz midin. Bundan əvvəldə yardan ixtiyardır. Bu düzdür, həm qafiyədir və bizdə şeirdə rədif olduğunu deməyə əsas verir. Amma ikinci nümunədə axı təkrarlanan sözlər heç yoxdur. Necə ondan əvvəlki sözlərə əsasən biz deyək. Ona görə də bu da nədir? Yanlış fikirdir. Qafiyə quruluşu məsnəvi şeir şəkli ilə uyğunluq təşkil edir. Yalnız B nümunəsi üçün yanlışdır. Bəli, A nümunəsi üçün doğrudur. Məsnəvidə də A adı, qəzəlin də ilk beyti A adı. 64. Yenə də bu tipli sual klasteri tamamlayın. Lirik növün janrıdır. Təxmis də lirik növün janrıdır. Müxəmməs də. Burada B ilə C-nin biri və yaxud da ikisi yazılmalıdır. Demək, beşlikdir. Qafiyələnməsi A, B, 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 A şəklindədir. Bu hər ikisinə uyğundur. A. Son bəndində iki müəllifin adı verilir. Bu, təxmisə aid olan bir xüsusiyyətdir. Yəni, təxmisə aiddir, müxəmməsə aid deyil. Ona görə harada C ilə D əgər bir yerdə verilibsə götürmürük, heç verməyiblərdir. Həm əruz, həm də heca vəznində olan nümunələri vardır. Həm əruz, həm də heca vəznində olan nümunələri vardır. Demək, müxəmməsin heca vəznində olan nümunələri var. Aşıq şeiri janrlarında, məsələn, Aşıq Ələsgərin müxəmməsləri heca vəznindədir. Amma bu tərəfdən yazılı ədəbiyyatda yazılanlar isə əruz vəznində sayılırlar. Ona görə də C ilə bağlıdır. Harada B, C verilibsə, o da yanlış olacaq. Heç belə bir şey də onsuz da verməyiblər, səhv xatırlamıramsa. Daha doğrusu B ilə E-ni harada veriblərsə, səhvdir bu. A-da B ilə Y verilib, səhvdir. C-də də B ilə Y bir yerdə verilib, səhvdir. E-də də. Müəllifi bəhr, məzmun və s. seçməkdə sərbəst deyil. Bu, ümumiyyətlə, ikisi üçün də yanlış bir şeydir. Daha doğrusu, müxəmməs üçün yanlışdır. Təxmisdə doğrudur hardasa. Çünki başqa bir müəllifin qəzəlinə əsasən yazır onu.
Demək, C-yə amma ə verilməsi səhvdir. Yəni, müxəmməsə aid deyil bu. Doğru cavabımız oldu variantlarının D variantı. 1-ə C getdi müxəmməs, 2-yə də qafiyələnməsi, həmçinin həm əruz, həm də heca vəznində yazılması. 65. 65-ə indi baxaq. Deyir ki, verilən fikirlərdən hansı mürəbbi janrı üçün doğru hesab edilə bilər? Qafiyə quruluşu qoşma ilə eynidir. Xeyr, yanlışdır. Qoşmadı qafiyə A, B, C, B. Daha sonra isə, məsələn, tutaq ki, C, 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 B bu formadadır. Daha sonra yazılı ədəbiyyatdan aşıq ədəbiyyatına keçmişdir. Səhvdir. Müxəmməsdən yalnız qafiyə quruluşuna görə fərqlənir. Bu da yanlışdır. Yeri gəlsə, bənd, yəni şəklinə görə də fərqlənir. Bu 4-lü idi, amma müxəmməs isə 5-li idi. Aid olduğu ədəbi növ həm nəzmlə, həm də nəsrlə yazıla bilir. Lirik növ nəsrlə yazıla bilmir. Şeir şəkli 4-lük, vahidi isə bənddir. Bu isə tamamilə doğru fikirdir. Keçək 66-cı suala. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Doğru fikirlərin qarşısındakı xana qara rənglə, yanlış fikirlərin qarşısına çıxana isə ağ rəngli verilmişdir. Yəni, hesab edək ki, bu qaradakı doğrudur, ağdakı isə yanlışdır. Yəni, hansında deyir ki, bu şərt pozulub. Epik əsərdə təkcə həm müəllif, həm də obraz ola bilər. Düzgün fikirdir. Daha sonra, nağıl, əfsanə və dastanlarda təhkiyyənin rəvayət forması aparıcıdır. Nağıldır, əfsanədir, rəvayətlərdə deyə bilərik, amma dastanlarda yox. Yəni, yanlışdır. Epik əsərlər bəzən təsviri janrda adlanır. Bu da doğrudur. Təsvir olunan hadisənin genişliyindən asılı olaraq epik növün janrları meydana gəlir. Bu da doğru fikirdir. Amma doğru qara ilə verilməlidir. Ona görə uyğunsuzluq təşkil edir. Niyə doğrudur? Çünki hekayə nisbətən kiçik olur, obraz sayı az olur. Biz ona deyirik ki, məsələn, hekayə bir qədər böyük olanda povest deyirik. Ondan biraz da böyüyünə nə deyirik? Roman deyirik. Təhkiyyə kimi təsvir də daha çox epik əsər üçün səciyyəvidir. Bu da doğru fikirdir. Qara rənglə verilib. 67. Verilmiş fikirlərdən biri yanlış və ya doğru olma baxımından digərlərindən fərqlənir. Münacat qəsidənin mənaca bir növü olsa da, məsnəvi formasında da qafiyələnə bilər. Bu doğru fikirdir. Qeyri-əxlaqi sözlərin istifadə oluna bildiyi həcv ictimai məzmun daşımayan şeir nümunəsidir. Bəli, o qədər də ictimai məzmun daşımır. Düzdür, əslində qeyri-əxlaqi sözlərin istifadə mütləq olunmaq demirdi, onsuz da oluna bildiyi deyir. Nəzərə alsaq ki, həcv bir adamın tənqidinə əsr olunur və ola bilər belə bir məqam. Məzmun və formasına görə ağı janrı ilə səsləşən mərsiyə müqəddəslərin, hökmdarların və s. ölümü münasibəti ilə yazılır. Məzmununa görə düzdür. Amma formasına görə yanlışdır. Çünki mərsiyələr, əgər mərsiyə deyirik ki, biz qəsidənin növləridir. Qəsidə ikilik şəklində yazılır. Amma ağılar isə şifahi xalq ədəbiyyat nümunəsidir. Onlar dördlük şəklində yazılırlar. Demək, bu yanlışdır. Fəxriyyədə müəllif öz qüdrətindən bəhs edir, sənətkarlığından fəxrlə danışır. Bu da düzdür. Klassik poemalarda Nət parçasında Peyğəmbərin qüdrətindən və müqəddəsliyindən bəhs olunur. Bu da doğrudur. Fərqli olan hansı idi? C variantı. 68. Müqayisə cədvəlinə əsasən uyğunsuzluğu istəyir. Dram və faciə janrları üçün. Komediyanın elementlərindən istifadə oluna bilər. Demək, hər ikisində istifadə oluna bilər də belə baxanda. Komediyanın elementləri, ümumiyyətlə dram əsərlərinin elementləri nədir? Monoloq və dialoqlar, remarkalar. Yəni, bu yanlış fikirdir, uyğunsuz fikirdir elə həqiqətən də. Qəhrəman həm mənəvi qələbə çalır, həm də fiziki cəhətdən sağ qalır. Bu, dram üçün təkcə doğrudur. Qəhrəmanın arzusu ilə onu həyata keçirmək imkanı arasında ziddiyyət yaranır. Hər ikisində ziddiyyət yaranır. Sadəcə olaraq dramda qələbə ilə yekunlaşır. Faciədə isə məğlubiyyətlə. Qəhrəmanın ölümü onun mənəvi qələbəsi kimi mənalanır. Doğrudur. Həm nəzmdə, həm də nəsrlə yazıla bilər. Bu da ikisi üçün də doğrudur. İlk nümunəsi dramaturgiyamızın əsasını qoyan müəllifin adı ilə bağlıdır. Dramaturgiyamızın əsası Mirzə Fətəli Axundzadə ilə qoyulub. Amma faciənin məsələn əsasını Nəcəf bəy Vəzirovun adı ilə bağlıdır və bundan belə bəllidir ki, bu yanlışdır. 1, 3, 6 cavabımız da oldu A variantı. 69. Eyler-Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Oçerk və xatirə əsasında müqayisə aparılıb burada. Faktiki həyat materialı və sənədlik əsasında yazılır. Bu ortaq cəhətdir.
Ona görə də təkcə oçerkə aid edilməsi səhvdir bunun. Konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Bu xatirə üçün, belə deyək, xarakterik bir cəhətdir. Əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Xeyr, bunlar üçün ortaq olan belə bir cəhət yoxdur. Xatirədə, ümumiyyətlə oçerkdə, xatirədə hər ikisi faktiki həyat materialı, sənədlik əsasında yazılır. Sadəcə bunlar müəyyən cəhətlərinə görə fərqlənirlər. Yəni xatirədə əsas şərt odur ki, müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələr təsvir olunsun. Yəni bu xatirəyə aiddir. Oçerkə aid deyil. Epik növün janrlarından biri də təhkiyyə əsasında yazılır. Hər ikisi üçün doğru fikirdir. Həcm məhdudiyyəti yoxdur. Xatirə üçün doğru fikirdir. Müəllif özü qəhrəmandır. Bu da xatirə üçün doğru fikirdir. Dram janrı haqqında yanlış fikri müəyyən edin. Faciədə olduğu kimi qəhrəmanla ətraf mühit arasında ciddi münaqişə, kəskin toqquşma baş verir, düzdür. Komediyadan fərqli olaraq nəzmlə yazıla bilmir, yanlışdır, yazıla bilir. Faciədən fərqli olaraq baş qəhrəman mənəvi qələbə çalmaqla bərabər fiziki cəhətdən də sağ qalır. Bu da doğru fikirdir. Komediyada olduğu kimi komik səhnələrdən istifadə oluna bilər. Bu da doğrudur. Faciə və komediya arasında ortaq mövqe tutsa da onlardan özünə məxsus xüsusiyyətləri ilə seçilir. Bəli, bunu da düzgün fikir olaraq götürürük. Yəni dediyimiz kimi faciədə əsas məsələ əsərin sonunun faciə ilə yekunlaşmasıdır. Komediyada daha çox gülüş oyadır insanlarda. Amma dramda isə yəni bu xüsusiyyətlər olsa da ümumilikdə baş qəhrəmanın qələbəsi ilə yekunlaşması ilə bunlardan fərqlənir. 71. Doğru fikirlər istəyir bizdən. QT-də yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Düzdür. AB, CB, DB hər birində ikinci misralar həmqafiyə olur. Məsnəvi janr kimi çıxış etdiyi kiçik həcmli olur və süjet xəttinə yer verilmir. Bu da doğrudur. Qəsidələr təntənəli, təmtəraqlı üslubda yazılır. Bu da düzdür. Qəzəl ən azı 15 beytdən ibarət olur. Xeyr, qəzəl 5 beytdən belə yəni ibarət ola bilir. Ona görə bu yanlışdır. Qəzəl, qəsidə, qitə, məsnəvi, lirik növün bəndlərlə yazılan janrlardır. Bu da ki yanlışdır. Çünki bəndlərlə yox, beytlərlə yazılır. 1, 2, 3 cavabımız da oldu. C variantı.